İran Amerika Birləşmiş Ştatlarının danışıqlar təklifini rədd edib. Tehran müharibəni dayandırmaq üçün 5 sərt şərt irəli sürüb. İran rəsmiləri bildirir ki, müharibə Birləşmiş Ştatları tərəfindən vasitəçilər üzərindən göndərilən təkliflər aldadıcı və reallıqdan uzaqdır. Rəsmi Tehran hesab edir ki, Amerika Birləşmiş Ştatları əvvəlki danışıqlardan xüsusilə 2025-ci ilin yazı və 2026-cı ilin qışında keçirilən görüşlərdən vaxt qazanmaq və hərbi hazırlıq üçün istifadə edib. İran bəyan edir ki, yalnız bu 5 şərt yerinə yetirilərsə, döyüşlərin dayandırılması mümkündür. Birinci, hücumların və sui-qəsdlərin dayandırılması, düşmən tərəfindən bütün hərbi əməliyyatlara və gizli hücumlara son qoyulmalıdır. İkinci, təhlükəsizlik təminatı, müharibənin təkrarlanmayacağına dair real və beynəlxalq səviyyədə qəbul edilən zəmanətlər verilməlidir. Üçüncü, müharibə təzminatı, dəymiş ziyanın ödənilməsi və bunun hüquqi mexanizmlərlə təmin edilməsi tələb olunur. Dördüncü, regional atəşkəs. Münaqişə yalnız İranla məhdudlaşmamalı, regiondakı bütün proksi qüvvələr arasında eyni vaxtda dayandırılmalıdır. Beşinci, Hörmüz boğazı üzərində suverenlik. İranın bu strateji boğaz üzərində hüquqları tanınmalı və bu qarşı tərəfin öhdəliklərinə əməl etməsi üçün təminat kimi qəbul edilməlidir. İran tərəfi vurğulayır ki, müharibənin nə vaxt başa çatacağı Donald Trump deyil, məhz İran özü qərar verəcək. Tehran bu mövqeyi ilə tələsmədiyini və uzun müddətli qarşı durmaya hazır olduğunu nümayiş etdirir.